Evdə xoruz, çöldə toyuq. Bunun psixologiyası nədir? Əgər bir uşaq evdə hamıya hökm edir, amma çöldə bir söz deməyə qorxursa, problem onun cəsarətli olması deyil. Əksinə, bu çox vaxt gizlədilmiş zəifliyin əlamətidir. Çünki insanın xarakteri özündən zəiflərin yanında yox, özündən güclülərin yanında ortaya çıxır. Evdə qışqırmaq asandır, anaya səsini qaldırmaq asandır, qapını çırpmaq asandır, kapriz etmək asandır. Amma həyat ev deyil. Həyat heç kimin sənin nazınla oynamadığı yerdir. Və maraqlıdır ki, bəzi uşaqlar evdə özlərini padşah kimi aparırlar, amma məktəbdə, küçədə, insanların arasında birdən susurlar. Sanki evdəki o aslan yox olur. Yerinə qorxaq bir pişik qalır. Niyə? Çünki bəzi insanlar güclü olmurlar. Sadəcə cəzasız olduqları yerdə güclü görünürlər. Bugün düşünən adam bu maskanın arxasında nə gizləndiyini araşdıracaq və ola bilsin ki, bu videoda danışılan uşaq təkcə bir uşaq deyil, bəlkə də bəzi böyüklər də eyni oyunu oynayırlar. Alfred Adler deyirdi ki, insanın daxilində ən güclü hisslərdən biri aşağılıq hissidir. Hər insan bir nöqtədə özünü zəif hiss edir, kiçik hiss edir, yetərsiz hiss edir və sonra bu hissdən qaçmağa çalışır. Bəziləri inkişaf edir, bəziləri isə rol oynayır. Məhz burada problem başlayır. Evdə xoruz olan uşağın çoxu əslində özünü güclü hiss etmir. O sadəcə güclü görünməyə çalışır. Çünki ev onun təhlükəsiz qalasıdır. Orada rəqabət yoxdur, orada risk azdır, orada məğlub olmaq ehtimalı aşağıdır. Belə mühitdə hər kəs özünü qəhrəman hiss edə bilər. Amma insanın real gücü təhlükəsiz zonada ölçülmür. İnsan təhlükə qarşısında kimdirsə odur. Və uşaq çölə çıxanda birdən başqa reallıqla qarşılaşır. Daha cəsur uşaqlar, daha güclü xarakterlər, daha sərt qaydalar, daha ağır nəticələr. O zaman evdə yaratdığı güc illüziyası dağılır və içində gizlənən aşağılıq hissi yenidən ortaya çıxır. Adler bunu kompensasiya adlandırırdı. Yəni insan özündə olmayan bir şeyi davranışla göstərməyə çalışır. Əsl cəsarəti olmayan adam aqressiv görünür. Əsl gücü olmayan adam hökm etməyə çalışır. Əsl özünə inamı olmayan adam isə başqalarını idarə etməklə özünü böyük hiss edir. Machiavelli deyirdi ki, insanların çoxu əxlaqdan yox, nəticələrdən təsirlənir. Onlar gücün harda işlədiyini müşahidə edir və davranışlarını ona uyğun dəyişirlər. Diqqət et, evdəki xoruz da bunu edir. O bilir ki, evdə sərhədlər zəifdir. Evdə ona güzəşt edilir. Evdə emosiyalar qaydalardan güclüdür. Ona görə hökm edir. Amma çölə çıxanda birdən anlayır ki, burada onun səsi heç nəyi dəyişmir. Burada başqa güclər var, başqa qaydalar var və birdən sakitləşir. Çünki onun cəsarəti yoxa çıxmayıb. Əslində heç vaxt mövcud olmayıb. Bu sərt səslənə bilər. Amma həqiqi güc yalnız rahat olduğun yerdə görünürsə, bu güc deyil, bu şəraitin sənə verdiyi imtiyazdır. Machiavelli belə insanları yaxşı tanıyırdı. Çünki tarix boyu ən təhlükəli insanlar bəzən ən güclülər yox, öz zəifliyini gizlətmək üçün güc nümayiş etdirənlər olub. Belə insanlar özlərindən zəiflərin yanında aslan, özlərindən güclülərin yanında isə dovşan olurlar və zaman keçdikcə bu ikiyüzlü həyat onların xarakterinə çevrilir. Bir üz ev üçün, bir üz dünya üçün və nəticədə insan özü də hansı üzünün həqiqi olduğunu unutmağa başlayır. İndi özünə bir sual ver. Əgər sən yalnız təhlükəsiz olduğun yerdə güclüsənsə, doğrudanmı güclüsən? Əgər yalnız cavab verə bilməyən insanların yanında cəsarətlisənsə, doğrudanmı cəsarətlisən? Çünki həyatın amansız qaydası budur. Güc özündən zəifə hökm etmək deyil. Güc özündən güclünün qarşısında özünü itirməməkdir. Adler deyildi ki, inkişaf etməyən insan kompensasiya edəcək. Machiavelli isə göstərirdi ki, maskalar bir müddət işləyir, amma həqiqəti sonsuza qədər gizlədə bilmir. Ona görə evdə xoruz olmaqla fəxr etmə. Bu çox asandır. Əsl sual budur. Sən həyatın qarşısında kimsən? Çünki həyat heç kimin nazını çəkmir və bir gün hər kəs evdən çıxmalı olur.